Özünüzü təqdim edin. Sahib zamanı bina Mircəlal 18 binanın sakini. Yani bizim burada yığışmamızın məqsədi odur ki, burada bizim binanın qabağında abadlıq işləri aparıldı. Abadlıq işlərin binanın yarı hissəsində abadlıq işləri aparıldı, yarı hissəsində bu abadlıq işləri nə ilə əlaqədar olaraq dayandırıldı. Bu abadlıq işləri dayandırılandan sonra burada kafelerin, yeməkxanaların sahibi başladı açmağa. İndiki bu, yani bununla neçə dəfə kafenin rəhbərliyinə, işçilərinə dedi ki, yəni bu qədər olmaz da bu əraziləri zəbt eləmək. Çünki bina 8 bloklu, xeyli 5 mərtəbəli bir binadır. Burada əhalinin sayı çoxdur. Məhlə də balaca bir məhlədir. Yəni 15 adam çıxanda məhlənin yarısı tutulur gedir. İndi də bizə bugünkü bura yığışmamızın əsas məqsədi odur ki, məhlənin böyründə bir balaca yer qalıbdır. Burada bir kafe açmaq istəyirlər. Bu kafe də bu məhlənin bu balaca bir hissəsində bu kafe nə cür olacaq, necə olacaq heç bir məlumatımız yoxdur. Kafenin işçilərindən soruşuruq, deyirlər ki, bizim sənədimiz var. Bu sənəd varsa, bu tikintinin aparılması üçün icazə də olmalıdır. İcazə olmasa bu iş aparılmamalıdır. Burada bir gül qabı var idi. Yəni gül qabı deyəndə tikilmiş bir gül dibçəyi var idi. O gül, bax bu da bu bax burada. Burada. O gül dibçəyini buradan götürdülər. Yerində qazdılar, elədilər, yerini simetlədilər. Biz bununla əlaqədar olaraq Mənzil İstismar İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, 19-cu polis bölməsinə müraciət elədi, heç bir tədbir olmadı. Gecə ilə başladılar, həmən bu gördüyünüz bu ərazini söküb yerini simetləyəndə. Biz 102 xidmətinə müraciət elədik. Oradan gəldilər, polislərlə gəldilər, bu işi dayandırdılar, çıxdılar, getdilər. Getdilər, səhərsi gün gəldilər, bu gördüyünüz düz simenti yeri burada çala qalmışdı. Yəni tam uçurulmamışdı, polis gəlib bunun qabağını aldı. Səhərsi gün gəldilər, o yerdə qalanı da uçurdu, apardılar, burada bir dənə simentlədilər, bax bu ərazi bu formada qalıb. İndi bizim burada yığışmamızın məqsədi oldu ki, yəni burada kafe, binanın girişi, 3 yerdən binanın girişi kəsilibdir. Yəni bura girmək mümkün deyil. İndi burada tikilsə 3-cü, 4-cü girişdə kəsilir. Demək olar ki, bir dənə binanın başına düşüb, avtobusdan düşüb bir 100 metr qabağa gedib, 100 metr daha buraxdın gəlib, təzdən evinə girməlisən. Bu düzgün bir şey deyil, axı bu dövlət var, bunun qanunları var, hər bir şey qanun daxilində həll olunmalıdır. Yəni bizim əsas müraciətimiz oldu ki, bu əvvəlki bu dibçək öz yerinə bərpa olunsun. Yəni bu cəmiyyət burada əhali çoxdur. Heç olmasa burada bir balaca yer var, uşaq oynayır, böyük çıxır, nə bilim qocası var, bir hava almaq istəyir, yayda şeylə heç nə mümkün deyil. Burada kafelerin də tüstüsündən vəbşi mümkün deyil. Bütün günü bu ağaçlar var, şam ağacı, 60-cı ildə tikilmiş şam ağaçlarıdır. Axşama kimi bu tüstünün içindədir. Antisanitariyadır ümumiyyətlə. Antisantariyadakı kafenin arxasına gəlin, baxsanız görərsiniz ki, nə vəziyyətdədir. Yəni bizim müraciətimiz odur ki, buna bir əlac tapılsın. Yəni bu qanunsuzluğun qabağı alınsın. Yəni bu qədər də olmaz axı, bu cəmiyyəti də hara geçsin, burada tutulsun, cəmiyyət elə evində otursun, işlərə çölə çıxmasın. Вечер. Добрый вечер. Я проживаю здесь с 90-го года, Мирджалала 18. У нас в этом месяце начали строить здесь кафе, чайхану. Мы вообще против этого. Почему? Потому что детям негде играть. Вместо того, чтобы строить площадки детские, на этом месте они устроили здесь чайхану. Полностью они здесь разобрали клумбу. Также здесь построили донерные, шашлычные.
все время мы не можем даже открыть окна. Salam əleykum. Mən Mirzəlan 8 bina sakini Fərid Məhəmmədov. Mən bütün ömrümü burada yaşamışam. Bu məhəllədə böyümüşəm və böyüyə-böyüyə mənimlə başqa bir insanlarla birgə görmüşük bu məhəllə necə formalaşıb, nə baş verib burada. Və hal-hazırda biz toxunduğum məsələ odur ki, gördüyünüz bu betonlaşmış ərazi burada gül dibçayı olmuşdu. Hardasa bir olmasa 50-60 sm hündürlüyündə bir gül dibçayı olmuşdu. O söküldü. Bu bir neçə gün qabaq. Mart ayının əvvəlində isə bu gördüyünüz bu yolkalar ağaclar, samanlar bura hasar şəklində tikilib. Düz istəyirəm. Ağaclar salınıb ki, böyüsün. Bunlar hasar şəklində olaraq, yəni Görüntü görmüşük. şəklində. Görüntü şəklində hasar, konkret olaraq hasardır. Yəni o tərəfə baxsa, bu dörd tərəfi hər yeri əkilmir. Yəni ağac əkilirsə, yaşlaşdırma, abadlaşdırma olursa, bu Bu cür şəkildə şəkildə olmur. kimi. Bu şəkildə olmur. Seyrə şəkildə olur. Yəni ağaclar bütün məhəllə tərəfədə səpəlməlidir. Hər yerdə əkilməlidir. Yəni bu şəkildə bu düzgün deyil. Düzgün deyil deyirsiniz. Nə düşünürsünüz? Nə tikmək istəyirlər? Nə etmək istəyirlər burada? Ağacları bu cür şəkildə əkməkdə məqsədləri nədir? Məqsəd tam aydındır nə olacaq. Nə Burada olacaq? gül dibçəyi də sökülüb, yer hazırlanır. Burada kafe olması hazırlaşır. Yəni bizə bunu konkret olaraq deyiblər, bildiriblər ki, bura kafe olacaq. Biz bura kafe olmasını qətiyyən narazıyıq. Fikir verin, binadan bura 15-20 metrə cəmi məsafə var. 25 metr olsun. Yəni kafenin bu qədər evin yaxınlığında olması düzgün bir şey deyil. Nə qədər 120 dənə mənzil var burada. 120 dənə ailə yaşayır. Və gecə gündüz səhərə kimi kimsə cəmaət gəlib qulaq asmalı deyil buradakı kafedə olan məsələləri. Burada kimsə oturaq, pivə içəcək, çay içəcək, söyüş söyləyəcək, nerede oynayacaq, bilinmir nə olacaq. Hər halda, yəni burada adi kafe də olsa, detski kafe də olsa, uşaqlar üçün, qadınlar üçün fərq eləmir. Burada səsküy olacaqsa, bu bizim evlərimizdə olacaq. Biz bunun qətiyyən narazıyıq. Və burada gördüyünüz ətrafda nə qədər qonşular görürsə, bunlar hamı narazı. Hələ qonşuların hamısı burada deyil deyənə, yəni biz daha çox. Bəs bu Sadəcə məsələ ilə bağlı nə olanlar etmək buradadır. istəyirsiniz? Kimə müraciət eləmək istəyirsiniz? Son Bundan əlavə də addımlarınız nə məhəllədə olacaq? bir neçə məsələ toxunmaq istəyirdim. İmkan varsa keçib mən sizə göstərim. Buyurun. Hal-hazırda biz sizinlə davam edirik. Aha. 2015-ci ildə abadlaşdırma işləri görülmüşdü bu ərazidə. Yəni 2015-ci ildən bu 25-ci ildir bizdə. Hal-hazırda gördüyünüz məhəllənin bir hissəsi abadlaşdırılmır. Fikir verin, torpaq alır. Yəni bu belə bir şey olması məhəllədə düzdürmü? Bu ümumiyyətlə olmamışdır. Bu bin özü gördüyünüz ikinci mərtəbədir. Bəli. İki mərtəbə kafedir. Bu kafe hələ ki bir mərtəbə idi keçən il. Keçən ilin yayında bura başladılar. Təmir işləri ikinci mərtəbə qaldırılır. Yəni gecə gündüz səhər saat gecə saat 2-yə kimi, 3-ə kimi burada Səsküy təmir olur işləri gecə ya. olmuşdu. Səhərə kimi. Vaqonlu səsi, perforator səsi, cəmaət yəni gecə rahat yata bilmirdi. Bu məsələ ilə bağlı hara şikayət eləmisiniz? Bu problemlə Bu bağlı. məsələ ilə bağlı biz yaxınlaşmışıq. Yəni 77 saylı JEK rəisinə yaxınlaşmışıq Vüqar müəllimə. Aha. Biz bildirmişik. Bəli. Yəni bizə bildiriblər ki, o ki xəbər verəcək. Xəbər verdiklərinə baxmayaraq yenə işlər davam olur. Bir neçə düşmüşük, birbaşa ilə insan balası kimi danışdıq. Dedik ki, ay kafe işçiləri, saxlayın bu işləri. Nə cavab Gecədir. verdilər? Gecədir, yəni cəmaət yatmalıdır. Gecə vaxtı saat 2-də, 3-də. Hə, yaxşı, baş. Halbuki qanun çərçivəsində saat 10-dan sonra nəsə bir səs, küy salmaq olmaz. Bu düzgün bir şey deyil. Biz sizdən gəldik həmin əraziyə. 2015-ci ildən bura abadlaşdırma işləri görüldü. Binanın üzü 4-cü bloka qədər, yəni binanın yarısı işlər görülüb abadlaşdırma. 4-cü blokdan üzü 1-ci bloka qədər gördüyünüz. Burada Baxın, görünmür. nə tamet var, nə ot var, nə ot biçi, nə də skamyaka qoyulub. Yəni bu nə abadlaşdırma görülübsə, bu kafenin arxasında düşən bütün ərazi heç bir iş görülmür. Bu məsələdə əsas günahkar kimi görürsüz? Onunla bağlı mən fikir bildirə bilmərəm. Amma 15-ci ildə bunu abadlaşdırma işini kim görürdüsə, məncə o bunu cavab verməlidir ki, nəyə görə Kim binanın ki? yarısı qalıb, nəyə görə görülmür.
Bakı şəhər icra hakimiyyəti məşğul olur. İcra hakimiyyətini günahlandırırsınız. Mənim nöqteyi nəzərim, yəni dəqiq deyə bilmərəm. Yəni bu abadlaşdırma işləri ilə yəni Nəsimi rayon icra hakimiyyəti ya da Bakı şəhər icra hakimiyyəti. Hal-hazırda Nəsim rayon icra hakimiyyəti yoxdur. Olmadığından sui-istifadə edə bilərlərmi, yoxsa əvvəldən bu cür vəziyyətdə Yox, olur? elə əvvəldən bu cür və bura elə əvvəldən yarım çıxmadı. Əvvəldən. Əvvəldən lap elə abadlaşma aparanda bura kimi qazonu döşədilər, səhərsi gün gəldilər, qazonu buradan çıxarıb apardılar. Bəy, siz dediniz ki, buranın sahiblərini, işçilərindən birindən dünləndirdik ki, biz əvvəl-axır buranı çarxana eləyəcəyik. Və dedilər bizim sənədimiz var əlimizdə eləyəcəyik. Söhbət hansı Sənəd sənəddən mən də gedir? sənəddə dedim ki, sənəd varsa bunu tikinti üçün burada icazə olmalıdır. Təqdim eləyə bilərlər, sənədlərini təqdim eləsinlər də, sizə niyə etmirlər sənədlərini təqdim? İcazə alın. Əgər sənəd varsa təqdim etməlidirlər. Biz kafe ilə görüşmüşük, danışmışıq və bildirmişik ki, əgər sizin icazəniz varsa, sizə icazəni təqdim edin. Bəli, təqdim olunmalıdır. Yox, bizə bir sənəd təqdim olunmuyor. Yəni nəsə bir çizim göstərilib, çertördür, amma bu çertör bir O sənəd sənəd deyil. deyil. O icazə deyil. Yəni hər hansı belə bir işləri görmək üçün qırılanda onun Aa. daşları gətirib qırıb. Bura düzüblər. Görürsünüz? Sağda düzülüb, solda düzülüb, burada düzülüb. Burada müəllim yaxşı vurğulamışdı ki, kafenin ərazisində bir çox ağaclar var idi. Ağaclar verdi. Bəli, mən hələ balaca uşaq idim, Kökündən burada çıxardılar, yoxsa oynayırdım. kəsiblər. 8-10 yaşlı uşaq idim. Mənim yadımda orada güllər var idi. İndi kafenin içinə daxil olsaq, bir dənə gül tapmaq olmayacaq. Yəni nə qədər gülü qırıb. Kimin sözü var? Hanım var? Son olaraq kimə müraciət edirsiniz? Kimə müraciət edirsiniz son olaraq? Valla biz son olaraq Bakı İcra Hakimiyyətinə müraciət eləmişik, hələ bir cavab almamışıq. İndi növbəti müraciətimiz birinci xanımadır, Mehriban xanım. Vitse-prezidentə. Vitse-prezidentimizədir bizim müraciətimiz. Yəni bu küçə də onun babasının adını daşıyır. Mircəlal Paşayev. Yəqin ki, o da bu bizim müraciətimizə biganə qalmaz. Öz köməkliyini yəqin ki, göstərər. Bu binada yaşayan insanların hamısı ona öz minnətdarlığı bildirər ki, yəni bu bizim işimizə müsbət yanaşdı. Yəni bizim istədiyimiz elə bir böyük şey deyil. Yəni bizim bir balaca ərazimiz var. İstəyirik ki, o ərazi biraz yaşıllaşdırılsın, daha da abadlaşdırılsın. Balaca uşaqlar oynasın, qadın, qız, gəlin, nə bilim, yaşlı qoca çıxıb gedib bir-birinə ünsiyyət qura bilsinlər. Yəni bizim istədiyimiz elə böyük bir şey deyil ki, deyək ki, bu qeyri-adi bir şeydir, onu həyata keçirmək mümkün deyil. Yəqin ki, biz belə fikirləşirik ki, bu yaxınlarda Mehriban xanıma da müraciət edəcəyik. İndi yəqin ki, o bizim cavabımıza müsbət yanaşacaqdır. Yəni biz belə fikirləşirik. Təşəkkür edirəm. Sağ olun. Abdullayev Qafar 18-ci bina sakini. Mən də qonşuların dedikləri ilə şəriyəm. Həyətimizdə, yəni blokun qarşısında kafenin açılmasına qəti etiraz edirik, narazılığımızı bildiririk. Təşəkkürlər. Sağ olun.